Dövlət Məşğulluq Agentliyinə müraciət etmişdim UI/UX sahəsi üzrə və qısa bir müddətdən sonra məni Access Akademiyaya yönləndirdilər. Buradakı təlimlərə və təlimlər tam ödənişsiz 100% təqaüdlə tədris edilir. Artıq 5 aydır ki, burada təqaüdlü təhsil alıram və bu 5 ay müddətində biz deməli UI/UX sahəsində bu sahənin prinsiplərini, web və mobil dizayn öyrəndik. Həmçinin Figma proqramında sərbəst və professional şəkildə işləməyi öyrəndik. Modern və minimal dizayn etməyi öyrəndik və s. Kiminsə marağı varsa UX/UI sahəsinə məsləhət bilirəm ki, Dövlət Məşğulluq Agentliyinə və yaxud da Access Akademiyaya müraciət edə bilər. Özüm monumentallı rəssamlıqla məşğulam və kvalifikasiyasını artırmaq üçün istədim özümü UI/UX dizaynda sınamağa. Dostumun statusunda elanı gördüm ki, Məşğulluq Agentliyi gənclər üçün belə bir şans verir ki, özünü hər bir sahədə sınaya bilsin. Və mən Dost Agentliyinə müraciət elədim və Dost Agentliyi məni Access Akademiyanın kurslarına yönəltdi. Artıq 5 aydır mən Access Akademiyada təhsil alıram və bizim təlimçimiz, müəllimimiz Ayşə xanım bizi UI/UX-də həm balanslaşdırmanı, rəng üslublarını, asan yollarını tapmağa bizə kömək elədi. Kursu bitirdikdən sonra istəyərdim freelance üzrə çalışım bu sənəti. İstəyirəm də olduğum Zaqatala rayonuna köçüm və oradakı gənclərə həm rəssamlıq üzrə, həm UI/UX üzrə onlara təlimlər keçməyə, gənclər üçün sosial bir layihələr hazırlamağa, onlara dəstək kömək olmağa ki, onlar özləri üçün karyera qura bilsinlər. UI/UX dizayn sahəsində 1 ildən artıqdır ki, müəllimə olaraq fəaliyyət göstərirəm. Bizim Access Akademiya və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində tələbələrə müəyyən qədər köməklik göstəririk. Bizim əsas məqsədimiz burada tələbələrə təkcə dizayn öyrətmək deyil, real iş mühitini göstərmək, həmçinin praktiki biliklər də verməkdir. Biz tələbələrə öz sahəmizdə prototipləmə, wireframlama kimi müəyyən biliklər öyrədirik və bunları da əsasən Figma proqramı üzərindən davam edir. Biz burada artıq kursa bərabər 60-dan artıq tələbəyə bu sahədə müəyyən qədər köməklik göstərmişik. Tələbələr artıq öz sahəsində çalışan, bu sahəni sevən müəyyən qədər işçilərimiz və əmək bazasını qazandığı işçilərimiz vardır. Mən digər tələbələrə də və bu sahəyə marağı olan hər kəsə tövsiyə edərdim ki, artıq həm agentliklə birlikdə, həm də ki bizim kursumuza müraciət edib, həm təqaüdlü, həm də ki pulsuz təhsildən yararlana bilərlər.